Əziz izləyicilərimiz, bugün biz Ağcabədi rayon Qaraxanlı kəndində şəhidimiz Ceyhun qardaşımızın atası Qafar qardaşımızın il dönümünə gəlmişik. Bu il onun dünyasının dəyişdiyi ili tamam olur. Yəni ki, ata oğlunun yoxluğuna dözə bilmədi, ruhları qovuşdular. Allah şəhidlərimizə rəhmət eləsin. Atamıza da rəhmət eləsin. Sözün bitdiyi bir yer, vallah bilmirsən ki, nə deyəsən ki, anaya təskinlik verəsən. Ana üçün çox ağırdı. Həm oğul itkisi, həm həyat yoldaşının itkisi çox çətindir. Bir dərdə dözmək olmur. İki dərdə necə dözsün anamız? Allah səbrin versin. Bugün şəhidimin atasının birinci il dönümüdür. Allah rəhmət eləsin. Allah şəhidlərimizə də rəhmət eləsin, cəmi şəhidlərimizə də rəhmət eləsin. Allah hamımıza səbir, dözüm versin. Çox sağ olun, siz əziyyət çəkib gəlmişsiniz. Allah sizin də ölənlərinizə rəhmət eləsin, qalanlarınıza can sağlığı versin. Allah ordumuzu qorusun, saldatlarımızı qorusun, səngərdə duran əskərləri qorusun. Çox sağ olun, var olun ki, sizlər də gəlmişsiniz, bizləri yaddan çıxartmışsınız. Allah rəhmət eləsin şəhidin atasına, yəni rəhmət eləsin, yerdə qalanlarına dəyməsin. Sabah sağlığı veririk. Allah şəhidlərimizə hamısına rəhmət eləsin. Qafar qardaşı da bugün bir ili tamam olur. Ona da Allah rəhmət eləsin, balasına da. Bütün şəhidlərimizə hamısına rəhmət eləsin. Bugün şəhidimizin Ceyhun Məmmədovun atası Qafar qardaşımızın il dönümüdür. Allah rəhmət eləsin. Onun yoldaşına səbir arzulayırıq. Allah balalarına dəyməsin, nəvələrinə dəyməsin. Bala istəyən idi, çox bala, nəvə istəyən insan idi. Elə bala deyə həqiqətən də onun ürəyi məhv elədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı. Allah indən belə pis gün görsətməsin. Allah şəhid atalarımıza, şəhid analarına, şəhidimizin yoldaşlarına, balalarına, övladlarına Allah dəyməsin. Xalqımıza dəyməsin. Allah ordumuzu hər zaman qorusun. Allah düşmanların da gözün kör eləsin. Allah neysə xalqımızı qorusun. Allah sizlərə də pis gün görsətməsin. Ən gözəl şəhidlərimin ataları, valideynləri. Yenə də Allah rəhmət eləsin. Bu kənd cəmaatına və həmişəki kimi şəhid atalarımıza, şəhid analarımıza çox sağ ol deyirəm ki, bir olub, birgə olub, həmişə bir-birinizin yanında olursunuz. Bu günlərim anamızı tək qoymadınız. Həqiqətən də bundan neçənci dəfədir ki, biz belə bir hadisəyə rastlaşırıq ki, ata öz evladına qovuşmaq üçün belə deyirdim, həyatla mücadilə eləmədi. Bu, onun üçün bir təskinlik tapdı. Yəni, bugün o öz evladına qovuşdu. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, valideynlərinə də can sağlığı versin, səbr əta eləsin. Bugün biz bura şəhidimizin atası Qafar kişinin il dönümünə yığmışıq. Bir il gözləyirsən, gəldi, bir il getdi. Şimdi hamıyla səbirlə gözlədik, gəldi bir il tamam oldu. Allah onun ailəsinə, uşaqlarına səbir diləsin. Özünə Allah rəhmət eləsin, balasına Allah rəhmət eləsin. Yeri cənnət məkan olsun. Hər bizə təşəkkürümü bildirirəm. Bu günlərim mənim də atamın il dönümüdür. Allah rəhmət eləsin, məkanı cənnət eləsin. Şəhid qardaşıma qovuşan günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah cəm ölənlərinizə də rəhmət eləsin. Çox sağ olun ki, şəhid ailələri, Nəzarət TV bizləri tək qoymadınız. Minnətdaram. Allah cəm ölənlərin hamısına rəhmət eləsin. Çox sağ olun.